Tamam. Bu günləri ODK sınavlarına düşmüş testlərin hesabına baxacağıq. Bu testimizdə düz xəttə bərabər sürətləri 2-də aid olan testdir. Baxaq görək burada nə var. X toxu üzrə hərəkət edən 2 maddi nöqtənin koordinatının zamanı asılı qrafiq verilmişdir. T0 zaman anında hansı bir qəmiyyətin qiyməti 0-a bərabər. T0 zaman Tamam. Bu günləri yenə ODK sınavlarına düşmüş testlərdən birinin izahına baxacağıq. Düz xəttə bərabər sürətdə hərəkətə aid olan testlərdən biridir. X üzrə hərəkət edən 2 maddi nöqtənin koordinatını zaman arası qrafiq verilmişdir. T0 zaman anında hansı fiziki cəmiyyətin qiyməti 0-a bərabər. Biz buradan bu testi necə işləyə bilərik? Variantlarla bir variantları yoxlayaq da işləyə bilərik. T0 zaman anında biz görürük ki, burada T0 zaman anında bu cisimlər neyini görüşür? Yəni bunlar eyni bir koordinatlar. Gəlin indi bir variantlara baxaq. İkinci cismin yer dəyişməsinin modu. İkinci cismin yer dəyişməsinin modu. İkinci cismin yer dəyişməsinin modulu nə cür olur? İkinci cisim üçün yəni birinci cisim üçün yazaq. Birinci cisim üçün nədir? X0 bərabərdir 10'dur. X isə bərabərdir nədir? 30. İkinci cisim üçün isə X0 bərabərdir 40'dır. X isə nəyə bərabərdir? 30'a. Şimdi burada S yer dəyişmə. Təbii ki, modul deyir. Nəyə bərabərdir? Burada X çıx X0'dır 20'yə. Burada isə modulu 30 çıx 40 mənfi 10 eləyir. Amma biz modulunu götürürük 10'dur. İkinci cismin yer dəyişməsinin modulu. İkinci cismin yer dəyişməsinin modulu 10'dur. 0'dır mı? Xeyr. Deməli, A variantı deyil. Cisimlər arasındakı məsafə. Bəli, cisimlər arasındakı məsafə 0'a bərabərdir. Hardan bildik? Çünki T0 anında bu cisim birinci cisimdə 30 nöqtəsindədir, ikinci cisimdə 30 nöqtəsindədir. Onda 30 ilə 30'un fərqi bizə 0 vermiş olur. Cavab B bəndidir. İkinci cismin getdiyi yol. İkinci cisim budur. Bu cisim neçə metr yol gedib? 40'dan 30'a qədər gəlib. T0 zamanı ərzində 10 metr yol gedibdir. Xeyr, deməli 0'a bərabər deyil. Birinci cismin yer dəyişməsinin modulu 20'dir, 0'a bərabər deyil. Cisimlərin nisbi sürəti. Nisbi sürətləri hesablasaq necə olacaq? V bərabərdir X çıx X0 böl T0. Bəllidir ki, bu T0 0'dan fərqlidir. X çıx X0'ımız 0 olmalıdır ki, bu V sürəti 0 olsun. X çıx X0 hansında 0'a bərabərdir? Heç birində. Birində 10'dur, birində 20. Deməli, nisbi sürətlərimiz də 0'a bərabərdir. Cavab B bəndidir.